Salam, Hasanlı Bulağında yeni bir istirahat merkezinin temeli koyulur. Başta bizim aksaqqalımız, uzun müddət polis rəisi işləmiş Vaqi müəllim Məyrəmov buradadır. Şakir Usta burada, Camal, Xaqani, Vidadi, Hidayət. Bir də arada bir bizim arada bir özüm də deməyim o müəllim buradadır. Biz ancaq bunu quraşdırırıq ki, düzəldirik ki, bütün Cəbrayıl sakinləri, gələn qonaqlarımız gəlsin burada rahat dincəlsinlər, ailəvi istirahət eləsinlər. Xeyirli uğurlu olsun. Burası çox sağ olsun. Bizim həm icra başçısı olmuş, həm də deputatımız olmuş Kərəm müəllim. Kərəm Əliyev öz təşəbbüsü sürüb belə bir şey eləyin. Biz də onun təşəbbüsünü dəstəklədik. Bugün sağ olsun, baxamızda burada könüllülərdir, işləyirlər, gəlmişik. Özünüz də bilirsiniz ki, bura biraz solaxa yerdir. Hər belə deyək, alət adamın əli çatmır, amma gəliblər, sağ olsunlar. Çox şükür, hər şey alınıb gəlib. İnşallah tezliklə də başa gələcək. Açılışına bax, elə burada biz yoldaşlarım burada. Özləri olanlar da, olmayanlar da, kömək eləyən, eləməyən hamı sağ olsun. Burada dəyəcək gəlin iştirak eləyin. Hər birinizə uğurlar.